Dəyərli izləyicilər, sizlər üçün Binasır qəsəbəsindən çox gözəl, əntiqə bir evin təqdimatına gəlmişəm. Onu qeyd edeyim ilk öncə ilə yola çox yaxındır, rahat marşrutun yaxınlığında yerləşir. 3 sot torpaqdan ibarətdir ümumilikdə. Gördüyünüz kimi pamir daşların üzərində rahatçılıqla 2-3 maşın saxlaya bilər. Burada yaşıllıq hissəsi saxlanılıb. Kim istəsə ağacdan, yaşıllıqdan eləyə bilər. Giriş avtomatik jalüz qapı və əlavə giriş qapısı. Sağ tərəfində də gördüyünüz kimi ağaclar əkilib, yaşıllıq hissəsi. Görürsünüz divarlarda qranit daşlarının üzərilib, süpürgəliklər hazır vəziyyətdədir. Evimizin dörd bir tərəfindən məsafəsi var və kombisi qoyulub hazır vəziyyətdədir. Çox gözəl kombidir, imerqazdır. 28 imerqazlı dəyərli izləyicilər. Evimiz 7 daş kürsülü evdir, padvalı da var. Keçək evimizin daxilinə. Bəh. Görürsünüz dəyərli izləyicilər. Yəni bunun qapısına baxın. Maşallah olsun. Qapısı çox gözəldir. Keçək. Evimiz koridor sistemli evdir və ən əsası evimizin çöldən çölə 170, təmiz içərisi 150 kvadratdır. Burada domofon sistemi yığılır, elektrik işi yığılır gördüyünüz kimi. Hamısı ayrı-ayrılıqda. Çox gözəl. Başlayaq ilk öncə ilə mətbəxdən başlayaq. Sizə zalı axırda göstərəcəm. Bir dənə mətbəxin genişliyinə baxın dəyərli izləyicilər. Tam hazır vəziyyətdədir, isti poldur. Mətbəxdir, koridor, hamam tualet, bunlar isti poldur. Gördüyünüz kimi burada rahat oturursunuz, burada yemək pişirirsiniz, burada qəşəng yeyirsiniz. Otaqları, yataq otaqları çox genişdir. Gördüyünüz kimi birinci yataq otağıdır, genişdir, radiator kimi qoyulub. Pəncərə qabaqları mərmər daşlarına. Bura ikinci yataq otağı, qəşəng qapılar qoyulub, dəstəklənən kimi zövqlə. Görürsünüz, ikinci yataq otağı, yəni mebelin üstü üçün də işıqlar nəzərdə tutulub, gözəl laminat vurulub, hamısı dizayn olunur. Burada üçüncü yataq otağı, adi hələn bunu kulçat edənə qədər hamısı bahalıdır, dəyərli izləyicilər. Və sanuzel sanitər qovşağı tam akusarlı vəziyyətdədir. Çox super yığılıb həqiqətən də. Və burada da kollektor sistemi yığılıb və ən əsası zalımızla tanış edeyim sizi. Zalımız 30 kvadratdan yuxarıdır. Gördüyünüz kimi çox genişdir, gözəl aboylardan istifadə olunub. Hər bir tərəfdən radiator qoyulub, gözəl vitraj şəbəkə pəncərə qoyulub dəyərli izləyicilər. Gördüyünüz kimi kondisioner yerinə qədər hamısını nəzərdə saxlayıb. Yəni, gizli işıqları, spotları, çilçıraqlar hamısı yerində. Dəyərli izləyicilər, evimizin sənəti qaydasındadır, kupçaya verilib, ilkin stat qiyməti 168 min manatdır. Kimsə əlaqə saxlaya bilər. Buyurun, təşəkkürlər.